Biznes və rəqəmsallaşma. Siz Asan TV və Asan Radioda Azərbaycanda rəqəmsal transformasiya verilişini dinləyirsiniz. Verilişimizin daimi eksperti, Siemens tərəfdaşı Qafar Məcidov, xoş gəlmişsiniz. Çox sağ olun dəvətinizə görə. Ümid edirəm ki, bugün də maraqlı bir təbii ki, müzakirəni biz dinləyəcəyik və aparacağıq sizlə birlikdə. Qonağımız isə Kaspian Enerji Klubun sədri Telman Əliyevdir. Siz də xoş gördük. Təşəkkür edirəm dəvətə görə. Biz əslində bugün ikinci artıq buraxılışımızda maraqlı bir müzakirəni dinləyəcəyik. Xüsusilə bugünkü müzakirəmizin mövzusu rəqəmsal iqtisadiyyatdır. Ümumiyyətlə, rəqəmsal iqtisadiyyat anlayışı nədir? İstərdik ki, birinci bundan başlayaq. Əziz dostlar, əziz dinləyicilər, onu da qeyd edək ki, bizim buraxılışımızın sponsoru ERP Systems şirkətidir. Biz o şirkətin sponsorluğu ilə yayımlanırıq. İstərdik ki, ümumiyyətlə, Telman müəllim, bizə birinci bunu açasınız ki, rəqəmsal iqtisadiyyat nədir? Və Azərbaycan hazırda bu sahədə hansı yerdədir? Və bizim üçün niyə vacibdir bu? Və ilk öncə mən fürsətdən istifadə edib həm ERP Sistem şirkətinə, həm Asan Radioya təşəkkür bildirirəm dəvətə görə. Mən istəyərdim biraz geniş yanaşım bu mövzuya. Deməli, Azərbaycan pandemiyadan əvvəl çox mühüm addımlar atmışdı ki, rəqəmsal inkişafa. İlk öncə elə Asanın özündə innovativ texnologiyaların tətbiqi, insan faktorunun azalması, daha çox rəqəmsal platformalardan müraciət və s. və bu dövlətin prioritetidir və ölkə rəhbərliyinin əsas prioritetlərindən biri idi. Pandemiya dövründə əksər həm dövlət qurumları, həm şirkətlər bu prosesdə daha geniş addımlar atmağa məcbur oldular və bildiyiniz kimi biz bundan əvvəl, yəni ki, taksi xidmətinə ya yemək sifarişinə onlayn müraciət etmirdiksə, ki, o pandemiya dövründə biz bunu daha geniş yaşamaya başladıq. Hətta o xüsusi icazələr sistemi, SMS icazə platformasından da ki, bizim bir təcrübəmiz var, bölüşmək istəyərdim. Bir sıra sahibkarlar Azərbaycanda məcbur oldular qalsınlar, xarici sahibkarlar. Çünki onlar, yəni ki, Azərbaycandan uça bilmədilər pandemiya dövründə, karantin rejimində və onların şəxsiyyət vəsiqələri ya pasportları o sistemdə olmadığı üçün onlar çıxa bilmirdilər. Və mən miqrasiya xidmətinə fürsətdən istifadə edib təşəkkür bildirmək istəyirəm. Çox çevik bizim xahişimizə reaksiya verdilər və onları sistemə əlavə etdilər. Və bu bizim dövlətin rəqəmsal iqtisadiyyatının hazırlığını nümayiş edir. Görüləsi iş çoxdur. Əslində biz bir sıra xidmətlər var ki, biz onları yenə də gedib hansısa bir xidmət mərkəzinə müraciət edərək yalnız belə offline formatda o xidmətləri ala bilirik. Amma müqayisə etsək digər ölkələrlə həm artma tempini, yəni ki, bu proseslərə bizim daxil olmamızı, həmçinin də bizim öz vətəndaşlarımızın bu prosesə hazırlığını qeyd etsək, bir qısa müddətə həm qlobal innovasiya indeksində, həm digər reytinqlərdə Azərbaycan çox mühüm yer tutacaq və hal-hazırda da bir sıra reytinqlərdə, indekslərdə də Azərbaycan çox mühüm yer tutur. Artma tempinə görə, o rəqəmsal xidmətlərin daxil olmasına görə. Bəs müşahidələrinizə əsasən xüsusilə hansı sahələrin daha tez rəqəmsallaşdığını müşahidə eləmişsiniz? Əslində, bizim vətəndaş kimi marağımız odur ki, bizim müraciət etdiyimiz bütün dövlət qurumlarının sənədlərini onlayn formatda əldə edək. Və bu proses artıq başlayıb. Siz bildiyiniz kimi həm MyGov platformasında, həm digər istiqamətlərdə, yəni ki, biz bunu əldə edə bilirik. Bəzi nöqsanlar var, çünki o sənədlərin rəqəmsal formata keçirilməsi və digər, yəni ki, təlimlər lazımdır ki, tək əhali yox, ümumiyyətlə o xidmət nümayəndələri də o təlimləri keçməlidirlər ki, bunu yüksək səviyyədə bu xidməti göstərə bilsinlər. Amma biznes kimi mən qeyd etmək istərdim ki, biz hal-hazırda demək olar ki, 80% xidmətləri onlayn formatda alırıq və yenə də qayıdıram həmin pandemiya dövrünə, karantin zamanı bizim öz təcrübəmizdən bölüşə bilərəm ki, biz misal üçün bundan əvvəl onlayn formatda tədbirlər təşkil etmirdik. Onlayn görüşlərin faizi çox az idi, 5-10% idi. Amma bizim pandemiya başlayan gündən hər gün 3 Zoom tədbirləri olurdu hökumət nümayəndələrindən. Ya Nazirlər Komitəsinin nümayəndələri, fərqli nazirliklər, elə Asan xidmətin rəhbərliyindən və orada biz çalışırdıq bu Zoom görüşlər zamanı maksimal qısa müddətə sahibkarların sualları cavablandırılsın, problemləri həll olunsun. Çünki
biz karantin rejimində tək Azərbaycan yox, ümumiyyətlə dünyada belə bir praktika olmamışdı ki, karantin rejimində hansı addımlar atmalıdır. Nəqliyyat fəaliyyətini davam etməli idi ki, bir Azərbaycana məhsullar gəlirdi. Digər sahələr fəaliyyət göstərməli idi. Adi bizim fabrikalar, zavodlar öz fəaliyyətini davam etmək üçün müzakirələr gedirdi. Hansı qanun, hansı qaydalar çərçivəsində bu fəaliyyət davam edəcək və çox uğurla qeyd edə bilərəm ki, yəni ki, sahibkarlar təşkilatları, tək biz yox, digərləri də, ümumiyyətlə biznes bu formata çox bir qısa müddətə keçə bildi. İndiki dövrdə əksər forumlar, həm Davos forumu, həm Azərbaycanda keçən forum hibrid formatda keçir. Yəni ki, zalda əyləşərək biz hibrid formatda, onlayn formatda fərqli ölkələrdən bizim nümayəndələr, məsəl üçün bu tədbirə qoşula bilir, hərdən sual da verə bilirlər. Amma onun üstünlüyündən danışanda mənfi tərəfindən də danışmalıyıq ki, insanlar bir-birindən uzaqlaşır rəqəmsal formatda olanda. Biz virtual dünyaya keçdik. Bəli, çox həmçinin o indi meta daha çox bu istiqamətdə, yəni ki, bizi agitasiya edir ki, biz bu istiqamətdə insanlarla yəni ki, biz adi ilə təbrik edəndə xatırladırsa, bizim nəsil daha çox, misal üçün, telefonla təbrik edirdi, amma indi sadəcə bir WhatsApp-da ya digər hansısa bir sosial şəbəkədə bir şablon mesajı şablon, bəli, avtomatik göndərir, heç çox vaxtı adı da qeyd etmirik. Mənfi cəhətdir və biznesdə çox böyük üstünlük verilir şəxsi münasibətlərə. Yəni ki, insanlar bir-birinə bağlı olmalıdır, emosional, yəni ki, bağlantı olmalıdır və indiki süni intellektlər artıq bunu bizə çalışır, necə deyirlər, tətbiq etsin. Yəni ki, əvəzləşdirsin və biz daha çox, misal üçün, ChatGPT ilə danışırıq, nəinki öz övladlarımızla. Yəni ki, biz müşahidə etmişik və bir neçə araşdırmalarımız da olub. Biz gördük ki, sahibkarlar 50%-dən çox mesajları ChatGPT-yə söyləyərək, onu redaktə edib bölüşürlər. Yəni ki, həqiqətən biz artıq rəqəmsal həyata doğru gedirik. Əsas problemlər nədir? Əsas problemlər odur ki, misal üçün, kiber təhlükəsizlik məsələsinə toxunsaq, sahibkarların kommersiya sirləri açıla bilər. Elə adi ChatGPT-də düzdür, söndürmə imkanı var ki, bölüşməsinə məlumat. Amma ona baxmayaraq biz əmin deyilik ki, bu baş vermir. Misal üçün, Siemens kimi şirkətdə o təhlükəsizlik sistemi çox yüksək səviyyədədir. Çünki orada böyük müəssisələr var ki, hansısa bir kiber atak olsa, onun qarşısını almasalar, böyük bir müəssisələr və böyük dövlətlərin iqtisadiyyatına təsir edə bilər. Amma yeni yaranan və biz tanımadığımız yeni yaranan süni intellekt platformaları, hansısa bir digər adi sosial şəbəkələrdən istifadə olunur ki, işgüzar danışıqlar aparsın, orada çox böyük itkilər olur və mən hesab edirəm ki, rəqəmsallaşma ilə paralel kiber təhlükəsizlik də ondan da artıq inkişaf eləməlidir bütün dövlətlərdə. Və əslində doğru məqamı vurğuladınız. Çünki bugünkü süni intellektin, elə ChatGPT-nin özündən də soruşanda ki, məlumatların məxfiliyi, o da vurğulayır ki, bəzən datalarda boşluq ola bilər və üçüncü şəxs tərəfindən, artıq üçüncü şəxs sizin məlumatlarınız ötürülə bilər. Qafar müəllim, əslində Tilman müəllim də bir məsələni vurğuladı ki, rəqəmsallaşmaya getmək yaxşıdır, amma bəzən biz o virtual dünyada qalırıq. Bu balansı bəs necə qorumaq lazımdır? Həm virtual dünya, həm rəqəmsallıq, həm də axı o ənənəvi bizim, necə deyərlər, üzbəüz, face-to-face işlərdə Tilman müəllim çox məsələyə toxundu. Hər bir məsələdə yəni deməzdim ki, hansısa hansından daha önəmlidir. Çünki geniş sahədir. O ki qaldı sizin bu konkret bu sualınıza. Bilirsiniz, bu yanaşmadan asılıdır. Məsələn, belə bir sizə bir nümunə gətirim. Hardasa bir 15-20 il bundan öncə Bakıda yaşayan hər bir sakinin ən yaxın sevdiyi taksi sürücüsü var idi. Harada olsaydın, sən yığırdın buna, deyirdin ki, ay filan kəs, bəs haçan gələ bilərsən? O da deyirdi ki, bir yarım saat gözlə gələrəm, ya bugün gələ bilməyəcəyəm, mən qardaşımı göndərəcəyəm. Ünsiyyət var idi, o adam etibarlı insan idi, sən onunla dəyərli əşya göndərə bilərdin. Emosional bağlantı var. Emosional bağlantı vardı, bəli. Amma bugünlərim eyni xidmətləri platformalar artıq təmin edir. Ya istəsən, lap dəyərli əşya da göndərmək olar. Yenə də tətbiq vasitəsilə
şirkət ona qaranti durur. Yəni bu bir tərəfidir. Yəni biz insan olaraq əlbəttə ki biz cəhd edirik ki öyrəşdiyimiz mühit qalsın. Konservativ düşünürük. Yəni bunun bir dənə də başqa bir nümunəsi var. Biraz lap köhnə nəsildən danışım. Bizim siz üçün ulu baba olardı, biz üçün baba nənə nəsildən. Onlar telefon təzə icad olunandan sonra Bakıda, Azərbaycanda telefon şəbəkəsi qurulandan sonra deyirdilər ki, artıq qonaq getməyi qurtardı. Amma ondan qabaq ənənə var idi. Bir ailə yığışıb, çıxırdı şəhərə, bəzənib, qəşəng bəzənib, geyim-keçim geyinib, gedirdi hansısa bir qohumu, dostu, qonşusunun yanına, qapını döyürdü ki, salam aleyküm gəlmişik. Qonşu da deyir ki, xoş gəlmiş. Heç nə əvvəlcədən danışmaq var idi, nə məlumat verir. Evdə nə var idi, ondan qoyurdular qabaqlarına, o çay içirdilər, o bir ənənə idi. İndi o bugün biz o ənəni saxlamışıq, amma biraz başqa formada. Biz əvvəl WhatsApp-la yazışırıq ki, bəs axşam sizə gəlmək istəyirik, vaxtınız olacaq, olmayacaq. O da görürsən ki, heç oxumadı mesajı. Ya da görürsən ki, deyir ki, gəlin, burnumuzun ucu göynüyür siz üçün. Yəni, yenə də bu hər şey gəlir, dirənir həm yanaşmaya, həm düşüncə tərzinə. Və mən fikirləşirəm ki, beləncə konservativ, yəni bu mənim şəxsi fikrimdir, beləncə konservativ yanaşma biznes üçün təhlükəlidir. Çünki biznes vakuumda fəaliyyət göstərmir. Biznes müasir zamanədə çevik olmalıdır. Bütün bu çağırılışlara, yəni İngiliscə challenge deyirlər, çağırılışlara cavab verməlidir. Nə qədər nümunə var? Məsələn, tutam ki, 2 dənə şirkət götürək. Nikon və Kodak. İkisi də öz vaxtında çox uğurlu şirkətlərdir. Özü də o qədər uğurlu idi ki, məsələn, Kodak. Nikon heç ona çata bilməzdi. Kodak Nikondan qat-qat böyük idi, qat-qat güclü idi. Hər yerdə, bütün dünyada istənilən yerdə sən 1 saatlıq Kodak studiyaları vardı, şəkil çəkirdin, gətirirdin, verirdin o aparatı, 1 saatdan sonra şəkilləri aparırdın. Hər iki şirkət eyni zamanda başa düşdü ki, zamana dəyişir, rəqəmsallaşma baş verir. Hər ikisi onu başa düşdü. Hər ikisi başladı lazım olan addımlar atmağa. Kodak hətta Nikonla tez başladı o addımlar atmağa. Amma müvəffəq olmadı. Çünki bu biznesdir də. Birində alınır, o birisində alınmır. Nikon isə alındırdı. Nikon keçdi bu transformasiyanı və bugün rəqəmsal bazarında, rəqəmsal fotoqrafiya bazarında Nikon mövcuddur, Kodak yoxdur. Başqa bir nümunə gətirə bilərəm ki, məsələn, saat industriyası. Ənənəvi bir industriyadır. Əsrlər boyu, yəni mükəmməl mühəndislik nümunəsi. Orada ən balaca mexanizmlar, ustalar, adınla tanınan ustalar saat yığırdır. Saat çox bahalı bir şeydir, brendlər vardı. Yaponiyada Seiko, Casio, Ştampovka, tap istehsal olundu saatlar. Amma gördüyünüz kimi bu ənənəvi saat istehsalçılar öz bazarını qoruya bildilər, öz brendlərini qoruya bildilər. Onlar əksinə daha çox inkişaf, onlar marketinqdə positioning deyirlər. Yəni özünü biraz fərqli positioning yaratdılar və daha bahalı, daha geniş miqyaslı bazara çıxdılar. Sonra da yenə də zaman ötdükcə bir də transformasiya keçdi. Artıq ağıllı saatlar var. Ağıllı saatlar bu günlərin həmin o elektron saatları bazardan çıxartdı, amma mexaniki saatları bazardan çıxarta bilmir. Yenə də onlar hələ rəqabət aparırlar, yenə də durublar. Yəni biznes gərək çevik olsun, biznes gərək düşüncəli olsun, biznes gərək yeni ideyalara açıq olsun və öz biznesini, təməlini, biznes proseslərini tanımalıdır. O vacibdir məncə. Siz biznesdən danışdınız və bir çox məsələlərə toxundunuz, Qafar müəllim.
Baxın, burada iki fərqli aspekt var. Rəqəmsallaşmaya gedənlər və rəqəmsallaşmaya getməyənlər, xüsusilə sahibkarlar. Tilman müəllim, sizcə necə düşünürsünüz? Buradakı onlar üçün əsas maneə nə olur? Yəni bu texnoloji biliklərin az olması mı və yaxud müxtəlif orada xərcləri mi? Yəni sahibkarlar niyə rəqəmsallaşmaya getmirlər? İlk öncə icazə versəz, öz təcrübəmizdən Buyurun. bir mövzudan bölüşərdik. Deməli, bizim artıq 6 ildir bizim rəqəmsal transformasiya davam edir. Yəni ki, ən böyük problem odur ki, ilk öncə sponsor, o şirkətin rəhbəri sifarişçi qismində, sponsor qismində iştirak edəndə bu transformasiyanın hansı büdcəsini nəzərə alır. O büdcə, yəni ki, hansısa bir mərhələyə aiddir. Elə deyil ki, yəni ki, biz əvvəlcədən bilək ki, biz 7 ilə, 5 ilə, 3 ilə bu transformasiya edə biləcəyik. Çünki transformasiya davamlı prosesdir. Əsas problem Azərbaycan sahibkarlarında, tək Azərbaycan deyil. Mən dünyanın 70 ölkəsində olmuşam və bütün sahibkarlarla ünsiyyətdə olanda fərq etməz inkişaf etmiş ölkələr, yəni ki, inkişafa doğru gedən ölkələr, hamısı, bütün sahibkarlar istəyir ki, buna baxır xərc kimi. Və ən böyük dərdimiz və problemimiz odur ki, biz indi ERP sistem və digər bizim klub üzvlərlə birlikdə regionlarda fəaliyyət göstərən müəssisələrə istəyirik transformasiya haqqında, rəqəmsal transformasiya haqqında treninqlər keçək, izah edək bu prosesi və ilk sual olub, bu mənim neçəyə başa gələcək? Yəni ki, bunu hansısa bir əməkdaş götürür və hesabatları kağızda təqdim edirlər bir-birinə. Hələ ki, elektron adi, misal üçün Trello-dur, digər proqramlardan istifadə etmirlər. Amma bu rəqəmsal transformasiyadan danışanda biz izah edirik ki, onun gəlirləri artacaq, onun xərcləri azalacaq, onun əməkdaşları daha çevik reaksiya verə biləcək bazarda gedən proseslərə və biz bu 6 il ərzində bir neçə dəfə bu stresi yaşadıq. Çünki biz hansısa bir büdcə ayırmışdıq, əmin idik ki, bu büdcə, yəni ki, orada biz misal üçün notebook alanda hiss edə bilirsən ki, notebook almışsan, ofisdə notebook almışsan. Amma rəqəmsal transformasiyada sən onu vizual görə bilmirsən və bu prosesi nəzarət edə bilmirsən. Digər sahibkarlar yox idi, mənim özümün də bu problemi var idi ki, mən hər zaman istəyirdim bunu nəzarət edim. Mənim babam kəşfiyyat generalı olub və 90-cı illərdə çox belə, bilirsiniz, çətin illəri idi və məni rahat tapmaq üçün mənə 3 razmer, böyük kurtka, ya sarı, ya narıncı rəngdə alırdı. Və mən uşaqların qarşısında, yəni ki, mənə deyirdi ki, bu belə imkanımız yoxdur, biraz böyük razmer olsun. Amma səbəbi nə idi? O məni asanlıqla istənilən yerdə tapırdı. Bakı kimi şəhərdə mən hara gedirdim, mənə tapa bilirdi. İndi biz əməkdaşlarımızı rahat tək kamera vasitəsilə yox, həm onların kompüterdə görülən işləri, həm onların misal üçün sifariş etdiyi taksi və digər vasitələr izləyə bilirik və yəni ki, onlar bilirlər ki, biz bunu edirik və onların təhlükəsizliyi üçün və tez əlaqə saxlamaq üçün bu, bilirsiniz, biz hələ ki o 90-cı illərdə, yəni ki, mənim babam bunu edirdi, digərləri də necəsə tapırdı, yəni Qafar müəllim də təsdiqləyər. Həqiqətən bizim valideynlərimizdən o vaxtı mobil telefon olmayan, pagerdə olmayan vaxtı bizi çox rahatlıqla tapırdılar. Yəni ki, bizim bəzi sahibkarlar o dövrdə qalıb. Amma mən belə böyük fəxr hissə ilə deyə bilərəm ki, əvvəldə də qeyd elədim, əksər Azərbaycan şirkətləri rəqəmsal transformasiyaya hazırdır və bu istiqamətdə addımlar atmaq istəyirlər. Və bizim əsas fəaliyyətimiz odur ki, biz onları maarifləndirməliyik. Bugünkü veriliş də məncə belə buna həsr olunub. Maarifləndirmə prosesi ən vacib prosesdir. Tək rəqəmsal transformasiyada yox, elə mən qeyd etdiyim kiber təhlükəsizliyi mövzularında da. Biz təsəvvür edin ki, böyük bir bankın əməkdaşı onun kartından pul çıxardıblar. Yəni ki, o sizin, mənim, Qafar müəllimin kartından çıxarda bilər. Amma o bankda çalışaraq, öz də onun informasiya texnologiyasında, departamentində çalışan əməkdaş, Amerikada kiber təhlükəsizlik sertifikatı olan insanın kartından rahatlıqla pul çıxartdılar. Yəni ki, biz belə bir dövrdə yaşayırıq ki, biz daima bunu nəzarətdə saxlamalıyıq. Daima o təhlükəsizlik sertifikatlarıdır, təhlükəsizlik sistemidir, ona çox böyük diqqət yetirməliyik. Rəqəmsallaşdırma təhlükə deyil, rəqəmsallaşdırma inkişafdır. Amma bu inkişafın qeyd etdiyim kimi yolda bəzi təhlükələr də olur. Onların da hansı formatda, hansı istiqamətdə addım atmağı düzgün maarifləndirmədən asılıdır. Onda biz bunu sahibkarlar üçün rəqəmsal texnologiyaları, məsələn, bəzən onlar risk kimi görürlər. Risk kimi görürük, yoxsa fürsət kimi mi görürük? Bu böyük bir fürsətdir. İlk öncə Azərbaycan üçün çox ciddi texnoloji əməkdaşlıq olacaq Çin Respublikasından və bizim ən böyük marağımız Çinlə əməkdaşlıqda odur ki, biz həm nəqliyyat hub'ı artıq biz özümüzü
balaca xəritədə balaca bir nöqtə kimi görsənsə də, artıq qlobal dünyada böyük bir, vacib bir ölkəyə çevrilmişik, regional liderə çevrilmişik və bu liderliyi daha da təsdiqləmək üçün bizə Türk dünyasını birləşdirən əsas o istiqamətlərdən biri Çindən gələn nəqliyyat yoludur. Vahid kəmər, vahid yol layihəsi çərçivəsində misal üçün biz Çindən çox sıx əməkdaşlıq edirdik və bundan sonra daha sıx əməkdaşlıq edəcəyik. Məncə bizim digər ölkələrdən təcrübə toplamağımız, onların təcrübələrini Azərbaycanda tətbiq etməyimiz bizim rəqəmsal iqtisadiyyat prosesinə çox pozitiv təsir edəcək. Təbii ki, yəni siz özünüz də əslində vurğuladınız Çin mövzusunu ki, bugünkü gündə son dönəmlərdə xüsusilə bu qeyd etdiyiniz kimi Çinin texnoloji inqilabları məncə artıq Qərb də bir növ bununla razılaşdı ki, bu texnoloji yarışında Çin hələ də öndə olmağa davam. Hətta bir çox blogerlər belə getdilər Çində bu texnoloji inqilabı insanlara göstərdilər ki, artıq orada insanlar dronla yemək sifariş edir. Yəni bu qədər işlər, robotlarla insanlar küçədə rəqs edirlər. Yəni bunun da ölkəmizdə, bizim ölkə ilə belə bir tərəfdaşlığın olması təbii ki, ölkəmizdə bir çox sahələrə müsbət təsir göstərəcək. Qafam müəllim, sizin də fikirləriniz maraqlıdır bizim bu mövzuda. Tərman, mən yenə də çox geniş bir neçə dənə mühüm məsələyə toxundu. Birincisi, kiber təhlükəsizlikdən danışmaq istəyərdim. Bilirsiniz, cibgir həmişə olub. İstəyirsən analoji zamanda, istəyirsən rəqəmsal zamanda. Analoji zamanda cibində pul kisəsini ehtiyatsız saxlayan adamın cibindən həm avtobusda, nə bilim, ictimai nəqliyyatda cibgirlər var idi, asanlıqla çağırdı. İndi o peşə ləğv olunub. Niyə görə? Çünki heç kəs üstündə nəqd pul gezdirmir. O biri tərəfdən, bəli, müasir zamanı ilə ayaqlaşmaq lazımdır. Sonra bir dənə o birisi başqa bir məsələ, Tərman mənim toxunduğu məsələ, o da vacib bir məsələdir mənim zənnimcə. Rəqəmsal həllərin tətbiqin effektivliyi. Dediniz ki, bəs kompüter alanda mən həmin o kompüteri hiss edirəm, görürəm. Burada bu tək siz deyilsiniz. Yəni, hətta mən sizə belə bir söz deyim. Slow paradoksu adlanan bir şey var. Deməli, bu alim belə bir paradoks müşahidə edib ki, siz deyir, kompüterləri istənilən sahədə, kompüterin təsirini istənilən sahədə görə bilərsiniz, yalnız məhsuldarlıqdan başqa. Və həqiqətən də rəqəmlərə baxanda, bu ümum ölkə daxili məhsula baxanda görürsən ki, kompüterlər son 20 ildə 100 dəfə, 100 qat inkişaf edir. 200 qat inkişaf edib hər yerdə var. Amma bizim məhsuldarlığımız 200 qat inkişaf eləməyib. Bu necə olur? Bu paradoks belədir. Yəni, onun sahibkar da görür ki, yaxşı, bəs mən niyə görə bu pulu verməliyəm ki, mənim məhsuldarlığımı artırmır. Amma burada başqa bir nüans var, hansını ki biz insan olaraq gözdən qaçırırıq. Kompleksiti, yəni mürəkkəblik. Hal-hazırda bugünkü biz istifadə elədiyimiz məhsullar, onlar 30-40 il bundan qabaq istifadə elədiyimiz məhsullardan çox mürəkkəbdir. 50 il bundan qabaq maşın almaq üçün hələ onun təhlükəsiz olmağı, dəmiri qalındır, kəməri var, xodlanır, gedir, min bərəkət alırdı. O artıq qiymət rəqabəti gedirdi maşınların arasında. Amma bugünkü gündə maşınlar tam başqa bir şeydir. Çox mürəkkəbdir. Onun tərkibində nə qədər mühəndis həlləri var, onun tərkibində nə qədər elektronika var və onlar, hətta bu maşının oturacağı qız isinmir, yox istəmirəm, mən gəlib ayrısını alacağım. Kondisioneri yoxdur, mən gəlib başqası. Bunun oturacağı isinir, rulu isinmir, mən istəmirəm. Yəni, artıq çox mürəkkəbləşib rəqabət. Bu, ikinci məsələ. Və üçüncü məsələ, ən vacib, bizim bu Çinlə əməkdaşlığımızdan, bizim bir ölkə olaraq bəxtimiz çox gətirib prezidentlə. Çünki bizim prezidentimiz həqiqətən çox uzaq görən bir insandır. Biz bu vahid kəmər, vahid yol layihəsində çoxdan iştirak edirik. Bu yeni bir layihə deyil. Və orada bildiyimə görə
152 dənə ölkə iştirak edir. Və bu 152 ölkənin arasında biz vacib bir rol oynayırıq. Bəli, orada bizim geosiyasi rolumuz var, amma bu rolu vaxtında görmək, dəyərləndirmək, onu düzgün formada təqdim etmək, onlar hamısı böyük bir işdir və bu günlərin biz Azərbaycan xalqı olaraq həmin o işin bəhrəsini görürük. Yəni, cənab prezident böyük iş görüb və Azərbaycanı Çin kimi bir ölkə ilə belə sırf əməkdaşlığa bağlayıb. İnanın ki, bizim bugünkü gündə imzaladığımız müqavilələr, mətbuatda biz fikir veririk, biz imzaladığımız müqavilələr heç belə Rusiyanın Çinin arasında olmayan müqavilələrdir. Yəni, bu İranın Çinlə arasında belənçi müqavilələri yoxdur. Bu böyük bir nailiyyətdir. Niyə görə? Çünki bəli, ABŞ böyük bir iqtisadiyyətdir. ABŞ texnologiyalarda qabaqcıl bir ölkədir. Bəli, Avropa böyük iqtisadiyyətdir. Avropanın qabaqcıl texnologiyaları var. Çin onlardan heç geri qalmır. Əksinə, belə texnologiyalar var ki, Çində onlar inkişaf edib, Avropada, Amerikada inkişaf etməyib. Yenə də rəqəmsallaşma sahəsində sıfırdan Çin inkişaf edib, Amerika ya Avropa, bugünkü gündə Azərbaycan bankları Avropa bankları təklif elədiyi xidmətlərdən qat-qat üstündür. Biz öyrəşdiyimiz kart-to-kart, biz öyrəşdiyimiz mobil tətbiq, biz öyrəşdiyimiz rahatlıq bankda NFC ödənişlər. Avropada yoxdur. Niyə görə yoxdur? Onu mən belə bir nümunə gətirirəm. Təsəvvür edin ki, bir nəfərin evi var. 50 il bundan qabaq tikib. Böyük, qəşəng, hər tərəfli ev, amma köynəlib. Bu da obursu da yanında keçən il müasir texnologiyalarla yeni bir ev tikib. Əlbəttə ki, bu yeni bir ev o köynəsindən üstün olacaq. Bu köynəsini də geri təzədən sökəsən, təzəsini tikəsən, onu təmir et. Bəlkə də bugünkü gündə yenə də amma həmin o texnologiyalar var. Blockchain texnologiyası. Blockchain texnologiyası bugün dünyanın sərhədlərini aşır. Çinli, Amerikalı, Avropalı, Afrikalı, Azərbaycanlı mütəxəssislər birləşib bir yerdə bir proqram tətbiq edə bilirlər. Mövcud vəziyyət budur və bu vəziyyətdə hər üç vacib oyunçu ilə bizim gözəl münasibətimizin olması çox gözəl şeydir, çox yaxşı faktordur və bunu sözsüz ki, müəllifi var və Allah ondan razı olsun və kömək olsun. Bəli, təbii ki, tüm beynəlxalq mediada əslində də bu cür başlıqlar var ki, coğrafi ərazi baxımından kiçik bir ölkənin başçısının bu cür böyük qarşılanması ki, o təntənəli qarşılanma da elə hər yerdə bizim önümüzə çıxdı. Bu da müxtəlif uğurlu bir siyasətin parçası deyə bilərik. Baxın, siz bir məqama da toxundunuz, banklar məsələsi ki, doğrudan da indi Azərbaycanda biz istəsək applicationdan 10 dəqiqədə də müəyyən bir məbləğdə kredit çəkə bilərik. Bir çox sahələrdə Avropadan xüsusilə bu sahədə inkişaf etmiş kimi saya bilərikmi biz özümüzü sizcə Təmal müəllim, yoxsa necə? Ümumiyyətlə, bəs bizim belə sürətli inkişaf etməyimizin səbəbləri nə ola bilər bəs? Uğurlu səbəblər tərəfdən. İlk öncə bunu Qafar müəllim qeyd elədi. O cənab prezidentin siyasətidir və onun bu dünyaya baxışıdır. Və biz həqiqətən çox xoşbəxt bir ölkəyik ki, ölkə prezidenti həm biznesin inkişafına, həm ümumiyyətlə xüsusilə rəqəmsal inkişafa böyük bir diqqət və dəyər verir. Və mən xüsusilə qeyd etmək istərdim ki, Avropa, indi qeyd etdiyimiz kimi, hamımız Avropada olmuşuq, görmüşük ki, biraz konservativ yanaşır bu texnologiyalara və xüsusilə, misal üçün, Çin avtomobilləri indi Avropa avtomobillərindən daha çox satılır Avropada və onu negativ kimi qəbul edib cürbəcür sanksiyalar və hansısa bir qarşısını almaq istədiyi qaydalar və qanunlar tətbiq edirlər. Əsas problem ondadır ki, problem yox, bəlkə də üstünlükdür. Ondadır ki, bizim Azərbaycan gəncləri bir sıra dünyanın aparıcı IT şirkətlərində çalışırlar və bir müddət bildiyiniz kimi Almaniyadan türklər qayıdandan sonra Türkiyənin inkişafı başladı. Biz daha çox böyük inkişaf görəcəyik IT sektorda.
o gənclərin orada qalmağı bizim xüsusi diasporanı formalaşdırır. Bizim yeni bir elita yaranır və o insanlar kabinetində, masasının üstündə Azərbaycan bayrağını saxlayırlar və mən yəni ki, fəxr edirəm buna. Amma digər istiqamətdə biz istəyərdik ki, onlar mütəmadi olaraq Azərbaycana gəlib həm maarifləndirmə istiqamətində, həm də hansısa tədbirlərin Azərbaycan, Made in Azərbaycan adı ilə istehsalında iştirak etsinlər. Biz çox inkişaf edirik. Mən əvvəldə qeyd elədim ki, rəqəmsal transformasiya hansısa bir müddət deyil ki, biz bunu artıq etdik, fəxr edirik, hamıya elan edirik, elə deyil. Biz deepfake dövründə yaşayırıq və istənilən adamın istənilən videosu çəkilib bölüşə bilər ki, yəni ki, Obamanın yadınızda xatırladığınızda tanınmış videosu və biz misal üçün Kaspiyana klub olaraq bunun qarşısını necə aldıq? Mən şəxsən hara gedirəm, mən video çəkirəm. Mən bura gəldiyimin də videosunu çəkəcəm ki, mən gəldim, çəkiliş oldu və s. Niyə? Mən birbaşa özüm bölüşərək artıq mənim barədə hansısa bir, bizim həm klub barədə hansısa bir yanlış, fake məlumatlar yayılmayacaq. Bizim əksər sahibkarlar buna hazır deyil. Yəni ki, selfie çəkmək, biz məsəl üçün bir sıra ölkələrin prezidentlərlə selfie çəkmişik, amma bizim şirkət rəhbərləri var, holding rəhbərləri var, deyir ki, yox, ayıbıdır, bəs adım var, hörmətim var. Yəni ki, bu selfie adi bir şey, cənab prezident gənclərlə də, sahibkarlarla da, sərgilərdə də selfie çəkir və buna normal yanaşır. Yəni ki, bizim bu fərqliyimiz, biz özümüzü ağır, hansısa bir özümüz üçün ənənə fikirləşmişik ki, ayıbdır bunu etməzdir. Rəqəmsallaşdırma qədimdə olmayıb. Ona görə bu ənənə ola bilməz ki, biz yəni ki, buna hazırıq. Bu konservativ yanaşma, yenə deyirəm, Avropada təhsil alanlarla, Amerikada təhsil alanlarla fərqi ondadır ki, Amerikada təhsil alanlar o daha rahat, daha tez, daha çevik reaksiya verirlər bugünün tələblərinə. Avropada təhsil alanlarda bir fərq var ki, onlar addım-addım, mərhələ-mərhələ yanaşır və xüsusilə vurğulayıram. Daha çox təhlükəli situasiyalar Amerikada təhsil alanlarda olur. Bəlkə də mən o qeyd etdiyim kimi Avropa konservativ yanaşır. O konservativ yanaşma bəlkə yüz ölçüb bir biçmə misalına uyğundur və onlar bunu daha dərin araşdırıb, daha dərin formatda bunu izləyib, yəni ki, test edib, ondan sonra tətbiq etməkləridir. Bu rəqabətə ziyan verir, çünki çox vaxtı itirirlər. Çin avtomobilləri Avropa gəlməsini yenə xatırladım. Amma digər istiqamətlərdə üstünlüklər var. Misal üçün, mən misal gətirim, bir Avropa istehsalçısı var, ekskavator və traktorlar, adını çəkməyək, reklam olmasın. Onlar Amerikadan misal götürüb kameraları qoyublar və hansı o operator işləyərkən, ekskavator ya traktor sürücüsü, onlar baxırlar, hara baxır daha çox, harada daha çox əziyyət çəkir, harada daha gülümsüyür və ona düzəliş edirlər. Yəni ki, bu artıq tam yeni bir baxışdır bu inkişafa. Yəni ki, bunlar satdığı məhsuldan test məlumat alırlar. Kim düşünərdi ki, traktor sürücüsü hara baxır, nə edir, yəni ki, harada əziyyət çəkir, daha çox fasilə elan edir və fasilə çıxanda bu qapıdan çıxır, ya o qapıdan çıxır. Misal içində onu da nəzərə alırlar ki, onu rahat edirlər. Bu bilirsiniz, Azərbaycanda biz asan xidmətdə bunu gördük. Biz Azərbaycanda bir sıra simanı misal gətirə bilərəm. Həqiqətən çox uğurlu layihədir. Mən əminəm ki, o da beynəlxalq arenaya çıxacaq. Biz təzəlikcə Sumqayıt texnologiyalar data mərkəzində olduq və mən şokda idim ki, onların çox böyük bir imkanları var və onlar blockchain, yəni ki, məlumatların saxlama formatına, beynəlxalq formata uyğundurlar və bizim dövlət qurumlarının əksər məlumatı əmlak xidmətidir, digərləridir. Onlar blockchain-də saxlasa, o xüsusi şifrə olur. O xüsusi şifrə vasitəsilə, yəni ki, mən Qafar müəllimin məlumatını o mənə açarı vermirsə, dəyişiklik edə bilmirəm. Orada məlumatın nəinki oğurlanması, hətta dəyişiklik, düzəliş etməsi nəzarətdə olur. Və mən hesab edirəm ki, bizim dövlətin və artıq planda var, bütün sənədlərin arxivləşməsi blockchain formatında olsa, daha uğurlu nəticələr əldə edə bilərik. Bizim məlumatlarımız yayılmaz. Əksər vaxt kimisə zəng vurur, deyir, sizin avtomobilin sığortası bitib, gəlin. Bəs soruşurum, haradan bilirsiniz, məlumatım var. Ya da ki, digər suallar verirlər, filtrin vaxtı qutarır və s. Onlar hamısı nədən gəlir? O məlumatın itkisindən gəlir və biznes ondan qorxur. Amma biznesin qorxmaması üçün elə biznes özü də bu blockchain formatda məlumatı saxlaya bilər.
İstənilən formada artıq bütün sahələrdə bu texnoloji sistemlərin tətbiqi də ölkədə bir çox insanların işini təbii ki, asanlaşdırır. Eyni zamanda siz vurğuladığınız məsələ də var idi. Hazırda Çin bazarının, ümumiyyətlə Çin bazarının istehsal etdiyi avtomobillər də hazırda Azərbaycan bazarına da çox aktiv şəkildə istifadə olunur. Sadəcə bəzən müxtəlif qara PR kampaniyaları gedir, amma insanlar yenə də bu mövzularda artıq çox bahalı, çox insanlar üçün böyük məbləğlərdə olan lüks avtomobilləri insanlar çox müəyyən az bir məbləğdə artıq istifadə edə bilirlər. Çox mövzulara toxunduq. Əslində detallı şəkildə müzakirə etdik hər bir mövzunu. Hətta onu da qeyd edim, Asan xidmətdən danışdıq ki, artıq doğrudan da çox xoşdur ki, hazırda Asan xidmət modeli artıq ştatlara qədər gedib çıxır ki, məsələn Kolumbiyada artıq tətbiq olunması ilə bağlı bir sıra danışıqlar gedib. Yəni bu hər bir Azərbaycan brendinin ümumiyyətlə bu cür sahələrdə doğrudan da inkişaf eləməsi və ölkəmizi tanıtmağı çox yaxşıdır. Çox sağ olun gəldiyiniz üçün, Telan müəllim, çox sağ olun. Qafa müəllim, siz də vaxtlarınız. Düşünürəm ki, faydalı müzakirə etdik. Biz bugün Asan TV və Asan Radioda həm Telman müəllimlə, həm də Qafar müəllimlə birlikdə rəqəmsal iqtisadiyyatdan danışdıq. Eyni zamanda bir çox başqa mövzulara da toxunduq. Siz də bizim müzakirələrimizə əslində qoşula bilərsiniz. Bəli, Asan TV-nin YouTube kanalında şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Siz Asan TV və Asan Radioda Azərbaycanda rəqəmsal transformasiya verilişini dinlədiniz.